Dedim bəxtim gətirdi, şükür olsun Allaha. Suyumun qabağını kəsibdi, yetdi başdı əcdaha. Yetdi qaynım olmaqdansa, yetdi düşmənim olsun. Səni mənə versələr, dünyalar mənim olsun. Yetdi oğuldan istərəm, bircə dənə qız gəlin. Səni mənə versələr, aparardıq biz gəlin. Yetdi oğuldan istərəm, bircə dənə qız gəlin. Səni mənə versələr, aparardıq biz gəlin. Yetdi oğuldan istərəm, bircə dənə qız gəlin. Səni mənə versələr, aparardıq biz gəlin. Səni mənə versələr. Başın xarab olub sənin. Xəzər evdəkilər məni gözləyir. Hara sürürsən, hara aparsan məni? Səni öz əllərimlə aparıb onlara verən deyiləm. Başa düşdüm? Sən onunla ailə həyatı qurmayacaqsan, Nazlı. Sənin nə dəxli var ya, mən neyniyəcəm? Ailəm məni evdə gözləyir. Xəzər uşaqlıq eləmə. Mən səni evə apara bilmərəm. Sən Sənanla evlənməyəcəksən. Bu qədər. Evlənəcəm. Evlənməyəcəksən. Evlənəcəm. Evlənməyəcəksən. Sən kimsən, mənə qarşırsan? Xəzər evdəkilər məni gözləyir. Dəli-dəli danışma. Onların bizə elədiyi düzgündür, hə? İndi yadıma düşmüşəm. Nazlı, sən mənim həmişə yadımdasan. Vallahi billah, sən mənim həmişə yadımdasan. Biz ayrıla bilmərik, başa düşürsən? Biz çoxdan ayrılmışıq. Ayrılmamışıq. Ayrılmışıq Xəzər. Ayrılmamışıq. Sən mənə əsəbisən deyə belə danışırsan. Saxla maşını. Saxlamıram. Xəzər. Saxlamıram. Saxla maşını. Saxlamıram. Saxla yoxsa atacağım özümü. Saxla maşını. Saxlamıram. Saxla maşını. Nazlı. Saxla maşını. Sən neyinirsən? Deyirəm saxla. 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 Əhməd Fazə çırağı gətirdim. O ki oğlan evi qırmızını bağladı. Bunu yandırırıq, qoyuruq ortaya. Sən də Nazlını 3 dəfə fırladırsan və salam. Bu qədər. Nə desəm mən razıyam. Nazlı ilə danışdın? Yox, elə salondaydı, narahat eləmək istəmədim. Harada olsa gələrdi. Nə oldu? Bağlayanmadım evini. Ne o Ali qalxmığını bağlasın da. Lazımdır la ki. Mən öz toyumda qalsıb bağlamamışam. Apar. Heç. Belə gedəcəm. Amma sən belə də yaraşıqlısan. Sağ ol. Hamınız yaraşıqlı görmürsünüz. Maşallah olsun, maşallah. Bir dənə qaldı Nazlı. Nazlı da gəlsəydisə. Mən artıq narahat oluram. Bu qız harda qaldı? Gələr, indi siz bilmirsiniz. Salonda özü gəlin saç-baş. Müşkül məsələ. Uzun deyil, uzun. Gəlib çıxmalıyız. Sizə nə var? Oğlansız bir dənə daraq və salam. Tamam olur. Saat ne sonra? Hani bir yaxdan darıyıram işinə əmələ gəldi. Canay Nəcib. Bax görərsən, Nəcibin toyunda gəlin hazır olacaq, Nəcib yox. Ya Allah qismət eləsin. Amin Onun inşallah. toyunda qardaşı gör nə qayracaq. Nazlı. Nazlı. Bir dəqiqə qulaq as. Bırax. Nə olub, hara qaçışsan? Gözlə bir dəqiqə. Sən niyə başa düşmürsən? Atam qardaşlarım məni evdə gözləyir. Nə uşaq-uşaq gic-gic hərəkətlər Əşi, uşaq-uşaq hərəkət eləmirəm. Sənlə söhbəti danışmamış, həll eləməmiş heç yerə gedən deyiləm. Nə olub indi yadıma düşdü Nazlı? Sən mənim həmişə yadımdasan. Yaxşı sən canı Xəzər. Mən sənin qapıma gəldim, sənə mesaj yazdım. Neçə dəfə dedim ki, Xəzər, mənə səndən heç nə lazım deyil. Nə pulun, nə varın, nə dövlətin. Dedim ki, münasibətimizi heyf eləmə. Nazlı, başa düşürəm də, mən sənin elədiyin hər şeyi yaxşı görürəm. Başa düşürəm, qanmaz deyiləm. Amma Nə? geri addım atmaq məcburiyyətində idim də. Niyə? Vəziyyətim pis idi ona görə. Yaxşı Xəzər. Sən ona görə səndən vaxt istədim mən. Hə, arvadçağımı gizlətmək üçün vaxt istədin. Gözümlə görmüşəm. Nəyi gözündən görmüsən? Danışdığım nəyəsə qulağınla eşitmirsən. Eşitmirsənsə denən ki, bax bunu eşitmişəm, bunu demisən. Yoxsa sevgi etiraf eləmişəm kiməsə, hə Nazlı? O qadının adı Zibeydədir, o da Sənanın yoldaşıdır. Özü biabr eləməyə Xəzər, bundan yaxşı bəhanə tapa bilmədim. Nə özümü biabr edirəm? Mən niyə özümü biabr edirəm ki? Sənan Zibeydiyə o qədər əzab-əziyyət verib ki, o tülkü. Hə. Yazıq qız əlatsız qalıb gəlib məndən kömək istəyir. Vəssalam, bu qədər, başqa heç nə yoxdur Mən aramızda. nağıl danışma. Mən sənin nağıl Hə. danışıram, hə? Hə. Yaxşı, indi görərik kim nağıl danışır, kim şər atır, Nazlı. Bir dəqiqə gözlədə səbrin olsun. Mən də sənə sübut eləyəcəm. Görərik kim yalan danışır, kim şər atır. Zibeydə salam, necəsən? Necə olacam Xəzər, pis. Bilmirsən Sənan bu gün evlənir. Bilirəm. Uşaq bilir atasının toyudur. Sən mənlə deyəsən zarafat eləyirsən, yox?
Ha, uşağa deyim ki, atam bizi atıb başqasıyla evlənir, hə? Bəs mən sənə dedim axı get hər şeyi danış Zibeydə. Xəzər, bezdim eyni söhbətlər eləməkdən. Sənə məni uşağımla nə dəliyir, bilirsən? Qoy cəhənnəm olsun, kimlə evlənsin, tək uşağımla işi olmasın. Bildim. Narahat olma Zibeydə, hər şey yaxşı olacaq. Mən indi çox vacib bir işim var, danışarıq sonra. Hələlik. Gördüyün Nazlı. Bu mən indi deyirsən? Bir imkan verirsən ki, səninlə danışım, hər şeyi sənə deyim Nazlı. Mən bilirəm səni çox pis vəziyyətə saldım, amma vallahi özümdən asılı olmadı. Mən müflis oldum, hər şey getdi, psixologiyam pozuldu Nazlı buna görə. Amma sənə qarşı olan hisslərim vallahi billahi heç vaxt bir damcı belə azalmadı. Nazlı, nə olar gəl çıxaq gedək buralardan. Nazlı, mən səni çox sevirəm. Nə olar, xahiş edirəm, gəl gedək buradan. Bax, vaxtımız çox azdır. Gəl, xahiş edirəm, gəl gedək Nazlı. Ayta, o nə deyir? Rəhmətli ananızın üzüydü. Vəsiyyət eləmişdi ki, toy günündə Nazlının barmağına taxarsan. Qoy gəlsin, verəcəm özünə. Allah rəhmət eləsin. Allah ölənlərinizə rəhmət eləsin. Bugün onu Nazlını ikimiz köçürməliydik. Qismət olmadı. Qismət həyata, qismət. Kaş deyirəm, sağ olsaydı görərdi o da. Qismət olmadı da. Əhməd Fazil, sən kövrəlmə, sən hələ nəvə nəticə toy görəcəksən, hələ gör neçə oğlun var subay. İnşallah bizə gülmək yaraşır. Bugün toy günüdür, ağlamaq yoxdur. O ola ki, bir iki damla göz yaşı da sevinç göz yaşı. Çalışacağım, ağlamayayım, narahat. Siz də, Talih. Nazlı harda qaldı? Ha? Gələr də, öncələrdə gələr. Bəlkə mən zəng edeyim sən ana. Zəngülədir. Harda olsa gələr. Salam sana, Nazlı yanındadır. Necə yəni Nazlı hardadır? Gəlməyib hələ. Yox. Necə gəlməyib? Xəzər gətirməliydi. Yəqin salonda gecikib. Narahat olmayın, harda olsa çatarlar. Birazdan biz də çatırıq sizə. Ha, yaxşı, yaxşı. Deyim, mən vaxt eləyəməmişəm. Xəzər gedib Nazlının salondan götürməyə. Nazlı, bilirəm, bu dəqiqə sənə çətindir, ailəni fikirləşsən, amma bizim bu dəqiqə başqa variantımız yoxdur. Mən söz verirəm, həmişə sənin yanında olacağam, nə olar? İnanmıram mən sənə Xəzər. O qədər məni ağlatmısan, o qədər yalan danışmısan. İnanmıram mən sənə. Nazlı, yaxşı da qurban olun, bağışla məni, səhv eləmişəm, qorxaqlıq eləmişəm, vəziyyətə görə geri addım atmışam, amma bu dəqiqə onları biz fikirləşə bilmərik, başa düşürsən. Mən sənin bədbəxt olmağını istəmirəm, Nazlı. Mən heç vaxt sənə deməmişəm, amma Nazlı, istəyirəm biləsən ki, mən səni sevirəm. Ağlama, yaxşı, nə olar? Bax, hər şey yaxşı olacaq, söz verirəm sənə. Mən həmişə ölənə kimi sənin yanında olacağam, sənə sadiq olacağam, yaxşı? Gözəl ailəmiz, uşaqlarımız olacaq, yaxşı, Nazlı? Amma indi vaxtımız yoxdur, başa düşürsən, bizi axtarırlar. Nə olar, xahiş edirəm, gəl gedək. Gəl, qalmayaq, gəl. Harda qaldılar bunlar?
bayaqdan da çöldə donmuşam soyuqdan. Yoxdular da, yoxdular, gəlmirlər. Coşla desə də sən. Məsələn, bu bir dənə Xəzərə zəng edeyim mən. Mən də Nazlıya zəng edeyim. Götür də. Götürmür. Nazlı da telefonu götürmür. Cavab verdi bu zibilə də. Bu niyə mənə cavab vermir ki? Ben qorxuram, deyirəm birdən başdan işlər gələr olar. Allah uzaq eləsin. Deyanda, biraz da gözləyək görək. Nə olur, nə xəbər çıxır? İndi kimdir yığan? Nə bileyim, bayaqdan yığır. Arif də mənə dayanmadan yığır. Nazlı yaxşı da. Xəzər biz düz eləmədik. Nazlı yaxşı da qurban olma, ağlama, sakitləş. Bu dəqiqə aləm dəyib bir-birinə. Mən atama görə narahatam. Atam xəstə adamdır. İndi bəlkə də hal daha da pisləşib. Nazlı, bizim bu dəqiqə başqa variantımız yoxdur. Bir variantımız qalıb, o da toya getməməkdir. Nə olur, ağlama, qurban olum, yaxşı olacaq hər şey. Yaxşı, bəs sonra? Sonra heç nə də atangilə hər şeyi izah eləyəcək, onlar da başa düşəcək, vəssalam. Hər şey yaxşı olacaq. Cavab ver. Cavab vermirlər. Cavab vermədi. Şimdi tərəcəkdeyiz. Hardadılar axı bunlar? Nə bilim. Gəldilər. Gəldilər. Ata neyniyəcək, çatdılar. Sibili at. 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 Cavab ver də. Nə Xəzər cavab verir, nə Nazlı cavab verir. Qonaqlar gəlib, hamısı buradadır. Nə deyəcək onlara? Eşidirəm də. Karda öləm Araz, eşidirəm. Bilirəm də, indi onların kim çıxacaq qabağına? Nə deyəcək? Nə cavab verəcək? Ha, mən çıxacam. Gözümüz aydın ay Əhməd, ölmədik, bugünü də gördük. Xoşbəxt olsun balalarımız. Ay maşallah, ay maşallah. Subaylarınızdan görəsiz. Gəl indi bu qonaqların qabağına çıx da.
geldin. Geldiler ha. Hoş geldiniz. Hoş gelmişsiniz. Xoşbəxt olsunlar. Amin, amin. Biraz tələsməyək. Nazlı salondan gəlib çıxmayıb elə. Və səbirli olaq. Necə yəni gəlməyim? Bilirsən salondan nə vaxt çıxıb? Çoxdan evdə olmalıydı. Nə olub ay bala? Deyir ki, Nazlı elə gəlməyib. Nətər yanı gəlməyib, hə? Ələ salmısan məni, o necə olur? Hı? Əhməd? Bəli. Nazlı xanı? Hardadır gəlin? Kişi biraz səbirli ol. Nazlını salondan götürmək üçün sənin öz dostun göndərib. Gəlib çıxmayıblar, gələrlər də, narahat olmayın biraz. Hə, dost nədir, hə? Nə danışır, hə bu? Hə, qızı özün gətirmədin evə, hə? Yaxşı kişi, əsəbləşmə. Nətər yana səbləşməyim? Neyini, Məyata? Çatdıra bilmirdim. Xəzərdən xahiş elədim ki, o gətirsin. Hə, sənin tutduğun işə mən nə deyim, hə? Hı? Bilir də sənə xəbər edib demişik. Zəng eləmişik, xəbəri var. Biz də elə bayaqdan onu gözləyirik. İndi gələr, bu dəqiqə gələr. Yəqin tıxaca düşüblər. Kənd yerində nə tıxar? Hə, çıxart telefonu zəng el o dostuna görək hardadılar, tez elə. Təkə salamatçılıq Hə, gözünü nəyə döyürsən, deyirəm tez elə dostuna zəng elə. Eləyirəm də. Dəstək yox, hə? Hardadılar o dostuna zəng elə də. Yaxşı da, eləyirəm. Sənədən 40 dəfə yığmışıq, cavab verəyək ki. Nə olur? Nəyə çağırmısan? Dinən görüm sözümü. Bilmirəm necə deyim, qorxuram. Deyəsən onlar qaçıbdı. Necə qaçıblar, ha? Nə danışırsan sən? Xəzər Nazlını sevirdi. Deyəsən indi də Nazlını Xəzər qaçırdı. Xızır... Nə danışırsınız, hə siz? Hı? Nə danışırsınız, hə? Demək olar Ətraf soy günü gəlini qaçırdı. Hı? Nə olub ata? Kim qaçırıb? Sənin o dost dediyin o bir namus, bir qeyrət. Hani gəl qaçıma! Ola bilməz. Yer ola bilməz, fil qulağında yatırsan, dilindən eşitdim qızın. Bir-birini sevirmişlər. Kim qaçırdı be? Əhməd, bu nə oyundu mənim başıma tutsan, hə? Əhməd Vəzir. Bu da sənin böyüdüb tərbiyə verdiyin qız. Ata! Bu nə öz başınalıqdır? Yaşıdan səndə! Nə sələsizlikdir? Su gətir, tez! Su ver, hayatım. Əhməd Vəzir. Düş qabağına axmaq! Su silə, su Bir silə. heyrətlər! Su silə sifətinə. Su iç. Özünə al, nə olar? Alo, Nə alo. olar özünə al, nə olar? Təcili Əhməd gilə həkim göndərin. Xahiş edirəm, tez eləyin. Ata, hayatım. Özümə gəl. Su ver. Ata, biraz iç bu sudan. İç. Gəl. Ha, dayanın görüm, ha ki. Hara geçsiniz? Axtarmağa gedirik də. Özlə mənə bax. Hələ bilmirik söhbət nədir, nətər olub, necədir. Atamla düzgün danışa bildin? Ha, əlini sal aşağı. Sənin bacın qaçıb, toyundan başqa oğlanla. Ayrı adı var bunun, nə deyək buna? Danışarıq səndən, darıxma. Səndən danışacağam. Keç bu tərəfə, Darıxma. Keç bu tərəfə. Ağzına gələni danışır, görmürsün. Keç də. 10 yeri də indi. Gəl görüm. O alçaq köpək oğlunun maşını da yox idi. Nəylə qaçırdı o qızı, hə? Mən öz maşınlarımızdan birini vermişəm. Üzün ağ olsun. Dayan görün. Onu da tapdıq. Maşına GPS koydurmuşam. Gözünü bərətmə. Adam kimi hərəkət elə, səni izləməyim də. Getdik, tez. Tələs. Ay qızım, harda qaldı bu Xəzər? Bir xəbər yoxdur bundan. Bugün qızın toyudur, özündə deyil. Bu qız uşağıma uğursuzluqdan başqa heç nə gətirmədi. Elə demə mama. Sən Allah. Xeyirlisindən olsun. Kimdir görəsən? Ay bala, kimsən gəldi? Çəkil görüm o tərəfə, hanı? Alo! Kimsiz siz, nə axtarsınız? Hardadır, hanı? Kim axtarsan? Hardadır Xəzər? Ay Xəzər yoxdur. Alo oğlum! Ay bala.
Hani? Nə edirsiniz mənim qardaşımı? Harda gizləmisiniz yetim çəri? Ay bala deyirəm evdə yox. Hadi. Neyinirsiniz axı onu? Hani kardeşim? Nə edirsiniz axı qardaşımı? Senin kardeşin bizim bazımızı gelip paltarda kaçırdı. Ne danışır bu? Niyə xəbərin yoxdur? Görülmüşsünüz siz. Vallahi bizim heç nədən xəbərimiz yoxdur ay bala. Bunlar bilmirlər. Nə badə bizdən qabaq taparsan, bizə deməzsən, gizlədərsən ha. Onu da bizdən incimə. Ay Allah. Gəl, vaxt itirməyək, gəl. Ne danışırlar Allah? Allah ne danışırlar? Yine ne oyunda Xəzər açtı bizim başımıza ay Allah, ay Allah, ay Allah. Ay Allah, bu ne oyunda bizim başımıza gelir Allah. Ay Xəzər, ay Xəzər bu belalar bu uşağın başından kurtar. Yaxşı, sakitləş, sakitləş. Nazlı, mən həmişə sənin yanındayım, yaxşı? Bir dənəmsən mən. Bax, həmişə belə gül. Sənə gülmək çox gələr. Amma nə olar ağlama da. Çünki ağlayanda çox çirkin olursan. Elə? Yox, zarafat edirəm. Sən hər halına mənim qəbulumsan. Mən səni hər halını qəbul edirəm. Xəzər nə edəcək, hara gedəcək? Bilmirəm. Gedəcək yerim yoxdur. Amma fikirləşirəm. Narahat olmayın. Çöldə qalmayacaq, bir yer tapacaq. Sən ürəyini sıxma, yaxşı? Yaxşı. Hər şey yaxşı olacaq. Ay bala, ay qızım. Bir xəbər yoxdur. Yox, mama cavab vermir. Ay bala. Bu ne işi idi sən açdın başıma ay oğul. Ne oldu kızım? Üzümə niyə belə baxırsan? Tapdılar. Yox, amma hər an tapa bilərlər. Necə? Nə? Xəzərin sürdüyü maşına GPS qoşublar. O da izləyirlər indi, arxalarınca getdilər. Ay Allah, bak o oyunda bizim başımıza. Az uşağımı öldürəcəklər. Az uşağımın başına oyun açacaqlar. Yaxşı mama, pis fikirləşmə, sakitləş. Zəng vurun Xəzərə xəbər eləyin. Mən bayaqdan yığıram Nazlıya, zəng çatmır. Sənə də yığıram, cavab vermirsən. Güclə evdən qaçıb gəlmişəm. Ay Xəzər, özünüz başıma oyun açırsan. Hamısını sən elədin. Sakitləşmişsin de uşağım. Gəldin qulağını doldurdun. Onu Sevdə cavab vermir. Xəzər. Mən gedim, bir şey olsa mənə xəbər elə də xahiş edirəm, yaxşı? Yaxşı mama, sakitləş. Mama, yaxşı. Tapacaqlar mama, tapacaqlar. Narahat olma, nə olur. Ay Xəzər. Biraz yavaş sür. Demirəm, biraz yavaş sür. Neyniyim Çatmalıyım o şərəfsizə. Onu mən edəcəm. Sen narahat olma. Senden qabaq özüm sürüyeceğim o alçaq şərəfsiz köpək yolunu. Ona göstereceğim başkasının nişanısını qaçırtmaq ne demektir. Əhməd Fazı, biraz iç. Sağ ol. Yaxşısan? Ben bilirdim de böyle olacak. Kızı istemediği adama verende ne gözlüydünüz? Açıq rədd ol buradan. Mən Nazlını məcbur vermişəm ha hələ. Kəs də səsli görmürsən kişinin halını, nə danışırdan? Kız ağlayır diye otağında oturup ağlayırdı. Biz söhbət eləyərdiniz oyla. Mən həmişə uşaqla dost olmuşam. Hamınızdan soruşmuşam. Hamınızın fikrini öyrənmişəm. Hamınızla məsləhətləşmişəm. Çünki mən bunu düz bilmişəm. Ne olmusan? Dost olmusan? Kızınla dost olsaydın onunla söhbət eləyərdin. O bu otaqda ağlayırdı. Hiçbirimiz onun yanına getmirdiniz. Yavaş get, yavaş. Bunun da dili çıxıb əvvəllicə. Görmürsən kişi nə vəziyyətdədir. Öldürmək istəyirsən, çıx bayıra. Nazlıdan soruşduq da.
Dedi evdən ayrıldığına görə kövrəlir. Yəni Nazlı məni öldürdü. 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 Öldürdü! Bax indi yenə təzyiqin qalxacaq. Yaxşı, al su iç, al su iç. İçirsən su. Adamın ölüsündən dəl çəkmirlər. Təzyiqin ölçək. Siz. Xəzər, səni tutsam öldürəcəm! Yəqin kimsə xəbər verir o şərəfsizlərə, o alçaqlara. Bacım bayaqdan zəng edir. Yəqin xəbər tutublar da. Cavab ver də gör nə deyir. Yox, indi olmaz Nazlı. Bilirsən bizimkilər nə edədilər? Atam necədir indi? Atan necə olacaq? Qızını bədbəxt olmaqdan qurtardığımı biləndə çox yaxşı olacaq. Sən narahat olma. Xəzər, kaş hər şey dediyin kimi belə asan olardı. Heç nə asan olmayacaq. Nazlı, bilirəm, çətindir. Amma bu dəqiqə mənə heç nə maraqlı deyil də. Bu dəqiqə əsas sən mənim yanımdasan, mənim üçün o maraqlıdır. Başqa heç nə mənim vecimə deyil. Mesaj yazdı bacım. Mən maşın sürürəm, gör nə deyir. Maşında GPS var, tez düşün oradan, yoxsa sizi tutacaqlar. Nə? Xəzər, neyniyəcəyik? Nazlı, yaxşı da xahiş edirəm, ağlama. Atamın qardaşlarımın boynu yerə soxdum. İndi Allah bilir nə haldadılar. Gör nə danışırsan, Nazlı. Sən öz xoşluğundan gəlməmsən, mən səni qaçırtmışam. Maşına göz xoşluğumla minmişəm. Əşi, onlar nə bilir, sən xoşluğunla oturmuşsan, zorla oturmuşsan. Narahat olma. Lap lazım olar. Deyərəm ki, Nazlını sürütləyib zorla mindirmişəm maşına. Zarafatın yeridir bu dəqiqə. Yaxşı, neynəyək? Zarafat da eləməyək, deməyək, gülməyək, ürəyimiz partlasın. Yaxşı, qurban olma, ağlama. Nə olacağı bilir Xəzər. Nə arsan, heç mən də bilmirəm. Sənin gəlinlik paltarında gördüm. Qaçmaqdan başqa ağlıma bir şey gəlmədi. Vaxtında normal heç gəlmədin ki. İndi belə söhbətlər olmayacaqdı. Ərə getməyə yaman meyillisən, elə bir evdə qalmısan. Neynim açım düşüm yenə? Yaxşı da, yaxşı, zarafat edirəm. Tək sən gül, xahiş edirəm. Yaxşı, hər şey yaxşı olacaq. Xəzər, hara gedirik? Fikirləşirəm. Rahat ola biləcəyimiz bir yerə gəlirəm, narahat olma. Yox, havaya da çıxdım. Yenə də elə bil havam çatışmır. Bu dəqiqə öləcəm elə bil, ay Allah. Mama mesajı görüb, narahat olma. İç sakitləş. Harda da küçüyün? danışığına fikir ver. Hələ az demişəm. Harda da bir qeyrət? Səndən oğlum haqqında belə söz danışmayın bala. Oğlun yəqin sənə telefonda cavab verir. Ona de ki, harda tutsam parça-parça eləyəcəm. Bura bax, yəsizxana deyil ha. Polis var, qanun var. Ay qız sakit dur görüm. Sənan mənim balam. Xəzər özünü sevdiyi qızı götürüb qaçıb da. Başqasının sevgisini ürəyində daşıyan qızı sən necə özünə arvad eləyə bilərsən? Sənin üçün də yaxşıdır da mənim balam. Ha, burada ağıllı danışmayın. O bir qeyrəti de ki, onu mələdəcəm. Hələ sizi də ağlar qoyacam. Ay oğul. Hardasan ən şərəfsiz? Siçan deşiyində də olsa səni tapacam. Tikan ələ gəlməyəcək, gözlə. Hələ anavı da ağlar qoyacam. Sənan, bu nə danışıqdır səndən?
Balam öldürecekler kızım. Bu ne oynuydu sen bizim başımıza açtın ah sen. Nazlı narahat olma, bura əmimin evidir.